Ya'budu, bu, du. Bunlar incə samitə qrupuna aiddir. Dəl hərfi 2 demək. Dəldən sonra təbi mədi hərf gəldiyinə görə 2 məd qədər uzadılır. Fəlya'budu Rabbə, Rabbə, ra hərfi qalın hərfdir. Rabbə həzəl bəyt, həzəl bəyt. Həzəl bəytdə ləm hərfinin, bir demək zə pəltəkdir. Lə hərfinin məxrəcini yenə saxlayırıq, yəni izhar edirik. Bəyt kəlməsində isə yə hərfi məddi lin qrupuna aid olduğuna görə bunu 4 hərəkə miqdarında bunun üstündə qala bilərik. Həzəl bəyt. Əlləzi, əlləzi. Ləm hərfi incə samitə qrupuna aiddir. Zi. Demək, bu olacaq bizdən. Məddin növü hansı olacaq? Baxaq, ayrı eləyək. Mədd ətğaməhumdan ayrıdır. Çünki ətğaməhum feildir, əlləzi nisbə əvəzlikdir. Demək, bu 3 səs qədər miqdarında qaldırılacaq. Əlləzi ətğaməhum. Ta hərfi qütbizət hərflər qrupuna aid olduğuna görə qəlqələ hərfidir. Ta hərfinin məxrəci, yəni qütbizət hərf kimi dedikdə azacıq u'ya meyilli olur.